Salam, hər vaxtınız xeyir olsun. Artıq səfərbərlik və hərbi xidmət çağırış üzrə Dövlət Xidmət tərəfindən 2026-cı ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə yola düşəcək çağırışların xidmət yerləri və qoşun növü haqqında məlumat göndərilmişdi. Siz həm bunu SMS vasitəsilə öyrənə bilərsiniz, həm də ki, səfərbərlik xidmətinin rəsmi səhifəsinə daxil olaraq da bunu öyrənmək mümkündür. İndi onu sizə göstərim, bu prosedur necə həyata keçirilir. İlk öncə Google axtarış sisteminə daxil oluruq və axtarış yerinə səfərbərlik və hərbi xidmətə çağırış yaza bilərsiniz. Yaxud da ki, səfərbərlik xidmətinin saytını birbaşa, yəni səfərbərlik.gov.az yazaraq da daxil olmaq mümkündür. İndi biz ekranda asılmış birinci hissəyə daxil oluruq və burada görürsünüz, sol yuxarı küncdə 3 xətt var. Həm bu 3 xəttin üzərindən vurduqda ekranda xidmətlər hissəsi asılır. Görürsünüz, burada elektron xidmətlər. Biz indi elektron xidmətlər yazısının üzərindən vuraq və birinci xanada açılmış həqiqi hərbi xidmətə çağırılan çağırışların hərbi xidmət keçmə yeri haqqında məlumatlar. Onun üzərindən vururuq və burada artıq çağırışçıya məxsus məlumatlar qeyd olunur. Yəni çağırışçının soyadı, adı, atasının adı, doğum tarixi və eyni zamanda qeyd etdiyi olduğu səfərbərlik xidmətinin adı qeyd olunur, hansı rayondur və daha sonra biz axtarışa çıxmaqla bu məlumatları öyrənə bilərik. İndi isə biz təbii ki, çağırışçıya uyğun olaraq məlumatlar bura qeyd edirik. İlk öncə çağırışçının burada soyadı yazılır və indi biz müvafiq olaraq soyadı qeyd edirik. Daha sonra burada çağırışçının adı qeyd olunmalıdır. Adı da yazırıq və daha sonra atadır burada qeyd olunur. Və atadan yazdıqdan sonra burada çağırışçının təvəllüdü var. Siz burada təqvim işarəsi var. Onun üzərindən vurub buradan xanadan seçə bilərsiniz. Yaxud da ki, o boşluğa məsələn, çağırışçının doğum tarixi 01.04.2008 bu şəkildə də yaza bilərsiniz. Yəni, doğum tarixi nə vaxtsa həmin tarixləri bu şəkildə qeyd edə bilərsiniz. Və daha sonra artıq biz çağırışçının qeydiyyatda olduğu rayonu seçirik. Siz hansı rayonda qeydiyyatdasınızsa onu yazırsınız. İndi biz burada yenə də baxırıq ümumi şəkildə və namizəd Abşeron rayonu qeydiyyatındadır. Abşeron rayonu yazırıq və artıq biz xanamızı seçirik. Daha sonra burada məlumatları biz təsdiq edəndən sonra burada xüsusi işarə qoyuruq və daha sonra axtar düyməsini sıxırıq və bizim xidmət edəcəyimiz qoşun növü xarici kəşfiyyat xidməti göstərir və yeri gəlmişkən vurğulayım ki, bugün, yəni 28 mart tarixi Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat orqanları əməkdaşlarının peşə bayramı günüdür. Bu münasibətlə ölkəmizin təhlükəsizliyini 24 saat təmin edən xüsusi xidmət orqanlarının əməkdaşlarının hər birinin peşə bayramını təbrik edirəm. Və artıq bizim namizəddə Xarici Kəşfiyyat xidmətində xidmət edəcək və sizə qaranlıq qalan hər hansı bir sual yaranarsa, qeydiyyatda olduğunuz səfərbərlik xidmətinə yaxınlaşaraq bu məlumatı əldə edə bilərsiniz. Onsuz da sizə çağırış vərəqəsi göndərilir ki, hansı saatda, hansı gündə siz harada olacağınız barəsində sizə çağırış vərəqəsində məlumat əks olunur. Ona görə də orada yazılan məlumatlarla daha detallı tanış ola bilərsiniz və eyni zamanda da qeyd etdiyim kimi həmin əməkdaşlardan məlumat əldə edə bilərsiniz. Sonda isə aprel ayında hərbi xidmətə yollanacaq bütün çağırışlara uğurlar arzu edirəm. Ümid edirəm ki, hər biriniz layiqincə vətənə xidmət göstərəcəksiniz və xidmətiniz başa vuraraq sağ-salamat öz ailənizin yanına qayıdacaqsınız. Bütün çağırışlara uğurlar arzu edirəm.